İstəyirəm makler işləyim. Amma hamı makler deyəndə inciyim. Deyim ki, mənim adım əmlakçıdır. Düzün dünyanın qutaracağından bir dənə ev tapım. Deyim ki, vay bu ev əlim yandı, təcili satılır. Elə bir yerdən evlər çəkim paylaşım ki, heç ora xəritədə yoxdur. Sonra da deyim ki, marşrut xətti düz yanından keçir. Düzündən ev tapım. Marşrutu da görəndə sevindiyimdən hoppanım düşüm yerə ki, Allah marşrut keçir buradan. Müştəri gətirim evə, sonra ev sahibindən təkbətək qoymayım. Dalınca qara izləyim ki, birdən məndən xəbərsiz nömrələşib eləyərlər. Ortada faizim batar. Gedim 3 milyardlıq evlər çəkim yerləşdirim. Sonra da oturum deyim ki, biz niyə heç satış eləyə bilmirik? Daxma kimi evlər gedim çəkim ki, mükəmməl panoraması var bu evin. Əşyası da içində, əşya da vurtut eləsin 100 manat.